Əlbəttə, ilk növbədə bu bir diplomatik jestdir və eyni zamanda çox ucuz qiymətlə müəyyən siyasi uğurlar əldə etmək cəhdidir. Bilirsiniz ki, xeyli zamandır ki, başta Nikol Paşinyan olmaq şərti ilə bütün hökumət üzvləri Azərbaycanla artıq sülh müqaviləsinin imzalanması zamanı və məkanının oturub danışmağa hazır olduqlarını bəyan edirlər. Və təbii ki, bu diplomatik jest, yəni təbrik, eyni zamanda bunun davamı olaraq bu normal münasibətlər və buzların əriməsinə hesablanmış bir siyasi jestdir. Bu, əlbəttə, Azərbaycan cəmiyyəti üçün xoş qarşılana bilər. Ancaq nəzərə almaq lazımdır ki, bunlar ritorikadan, yəni sözdən o tərəfə keçən davranışlar deyil. Biz keçmişi unutmamışıq. Keçmişlə yaşamaq doğru deyil. Ancaq keçmişdən dərs çıxarıb gələcəyə baxmaq düşünürəm ki, daha doğru addımdır. Və bu baxımdan təbii ki, məhz Nikol Paşinyanın əmri ilə ballistik raketlərlə vurulmuş mülki obyektlər, yaşayış məskənləri və bu kontekstdə şəhid olan körpə insanlar, qadınlar, qocalar, kişilər əlbəttə ki, yaddan çıxarılacaq deyil. O baxımdan sözü biz hər hansı bir sənədə tikməmək şərti ilə, yəni bu yanlışı buraxmamaq şərti ilə əlbəttə ki, öz tərəflərimizdə israr etməliyik. Çünki bizə hüquqi və siyasi təminatlara ehtiyac var və bu sözlər heç bir vəclə nə hüquqi, nə də siyasi təminat xarakteri daşımır. Natiq müəllim, Ermənistan rəhbərliyi gəlin ATƏT-in Minsk qrupu məsələsi ilə də bağlı danışaq ki, ATƏT-in Minsk qrupunun ölümünü qəbul etdiyini desə də praktiki heç bir addım atmır. Buna səbəb nədir? Biz dəfələrlə efirdə bununla bağlı müzakirələr aparmışıq, müxtəlif şərhlər səsləndirilib. Yəni, indiki məqamda Ermənistanın nəyinə lazımdır bu ölü qurumu saxlamaq? Əgər həqiqətən də, baxın, təbrik göndərir, belə səmimi münasibət istəyirsə, belə normal münasibət istəyirsə regionda, biri də elə şərtlərdən həm konstitusiya məsələsidir, digər tərəfdə də təbii ki, ATƏT-in Minsk qrupunun ləğvidir. Niyə ləğv etmir bu qurumu? Niyə bu ölü qurumu yenidən canlandırmağa çalışır? Bugün Ermənistanın Azərbaycana qarşı əlində demək olar ki, heç bir təsir imkanı yoxdur. Və ATƏT-in Minsk qrupunu bir növ danışıqlarda müəyyən mənada bir təsir mexanizmi, yəni bazarlıq predmeti olaraq istifadə etmək istəyindədir. Doğrudur, Nikol Paşinyan bunu daha çox Qərbi Azərbaycanla əlaqələndirir ki, Azərbaycanda, Qərbi Azərbaycanla bağlı çox sərt ritorikalar var və bu da o deməkdir ki, perspektivdə sülh müqaviləsi, yəni Qarabağ məsələsi bir dəfəlik bitəndən sonra güya Azərbaycan bu problemi Ermənistanın ərazisinə, içinə daşıyacaq. Belə bir təhlükədən danışır, ancaq düşünürəm ki, burada gizlətdiyi başqa məqamlar da var. Nə kimi? Və bu da onunla bağlıdır ki, hələ də Cənubi Qafqazla bağlı bilirsiniz ki, qlobal güclərin bir çatışması, mübarizəsi var arxa səhnədə. Bir tərəfdə Rusiya, başqa bir tərəfdə Fransa, Avropa Birliyi və perspektivdə bir də Amerika Birləşmiş Ştatlarının geosiyasi maraqları doğa bilər. O baxımdan bunu manevr qabiliyyəti olaraq Ermənistan rəhbərliyi istifadə etmək istəyinədir. Çünki Rusiya bugün fikir verin, yenidən Ermənistanda aktivləşib. Xarici İşlər Naziri Lavrov Ermənistana səfər edəndən sonra Federasiya Şurasının prezidenti Matviyenko da bugün Ermənistanda səfərdədir.
Və bu baxımdan Rusiya bugün Ermənistana, yenidən Ermənistanı öz orbitində saxlamaq üçün müəyyən cəlb edici addımlar, təkliflər edir. Hətta Ermənistana olunacaq humanitar yardımların, hətta Qarabağlılara olacaq humanitar yardımların miqdarının artırılmasından bəhs edir. O baxımdan düşünürəm ki, Ermənistan hələ də mübarizədə olan güc mərkəzləri, yəni qlobal güc mərkəzləri arasında müəyyən manevr qabiliyyətini saxlamaq üçün ATƏT-in Minsk qrupunun ləğvini vaxtından əvvəl hesab edir. Çünki düşünür ki, əgər sülh müqaviləsi imzalanmasa və perspektivdə geosiyasi vəziyyət dəyişərsə, yenidən ATƏT-in Minsk qrupunu bir institut olaraq Azərbaycanın əleyhinə istifadə edə bilər. Çünki bilirsiniz ki, çatışan qüvvələrin üçü də, yəni Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Ancaq təbii ki, Azərbaycan sülh müqaviləsini indiki şərtlər altında, yəni konstitusiya dəyişdirilmədən öncə imzalayarsa, Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət edə bilər. Ancaq hər bir halda bu Ermənistan üçün son bazarlıq predmetidir. Buna görə də əlindən vermək istəmir.